hər vaxtınız xeyir olsun. Bugün biz bərabərsizlərə aid maraqlı bir sualın izahı ilə tanış olacağıq. Deməli, şəkildə fx funksiyasının qrafiki verilib. Qrafika əsasən bu bərabərsizliyin neçə natural həlli olduğunu tapın deyir. Bu bərabərsizliyi müxtəlif üsullarla yazmaq olar. Məsələn, biri verilən qrafika uyğun tənlik qrup aparıb fx-in yerinə yazıb bərabərsizlikdə rasional bərabərsizlik kimi həll edə bilərsiniz. Başqa bir variant isə, məsələn, fx-i tənliyi qurmadan, yəni fx-i sıfıra bərabər götürürük. Yəni, adi rasional bərabərsizliyi necə həll ediriksə, yəni ümumiyyətlə bərabərsizliyi, məsələn, intervallar üsulu ilə necə həll ediriksə o şəkildə. Yəni, yuxarını sıfıra, surəti sıfıra bərabər götürürük. Qrafda fx-in sıfıra bərabər olduğu nöqtələr verilib. -5, -1, 3, 6, 8. Sonra məxrəci sıfırdan fərqli götürürük. Sonra onu ədəd oxunda yazırıq. İntervallar üsulu ilə həll edirik. Yəni, bunları göstərəcəm. Birinci müəllimlər, qrafika uyğun tənlik quracaq. Və burada müəllimlər, yadda saxlama olduğunuz məqam nədir? Baxın, x -5-də kəsir. Yəni, funksiyanın sıfırlarından biri -5-dir, düzdürmü? -5-də kəsir. -5-də kəsirsə, buranı nə götürəcəksiniz? X plus 5 və qüvvəti də tək. Niyə tək? Ona görə ki, müəllimlər, baxın, -5-də işarə dəyişdiyinə görə, yəni müsbətdən mənfiyə, mənfidən müsbətə keçdiyinə görə, deməli, qüvvət həmin yerdə təkdir. Əgər cüt olsaydı, yəni dəyişməzdi. Məsələn, -5-in sağında və solunda işarə eyni qalardı. Ya hər ikisi mənfi olardı, ya hər ikisi müsbət olardı, cüt olsaydı. Amma deməli, kəsibsə əgər, -5-də kəsibsə, işarə mənfidən müsbətə keçibsə, demək qüvvət tək imiş. Amma məsələn, -1-ə baxın, x oxuna toxunur. Toxunduğuna görə burada x plus 1-in qüvvətini cüt götürəcəksiniz. Yəni, istəyirsiniz 2 götürün, 4, 6 və s. Çünki -1-in sağında da müsbət, solunda da müsbətdir, sağında da müsbətdir. İşarə dəyişməyib. Belə. İndi burada müəllimlər fx bərabərdir a vur. Çünki yüksək dərəcəli həddin, yəni əmsalı olacaq burada. Ola bilər ki, burada a mənfi də ola bilər, müsbət də ola bilər. Hələ ki, a-nı sonra təyin edəcəyik. Deməli, x plus 5 qüvvət tək olmalıdır. Yəni, 1 yaza bilərsiniz, 3, 5 və s. 1 də qalsın. Yəni, fərq eləmir. İstəyirsiniz 5 yazın. İstəyirsiniz 15 yazın. Yəni, nəticə eyni olacaq. Daha sonra -1 x plus 1-in qüvvət cüt olmalıdır kvadratı. Baxın, 3-də kəsdiyinə görə x minus 3-ün qüvvəti tək. 6-da kəsir x minus 6. 8-də kəsir x minus 8. Bəs burada a mənfidirmi, yoxsa müsbətdirmi? Onu təyin edək. Müəllimə, deməli, -5-in, məsələn, -5-in solundan bir ədəd götürürəm. Məsələn, -6. Funksiyanın -6-dakı qiyməti nədir? İşarəcə. İşarəsi mənfidirmi? Deməli, f -6 bizdə mənfi olmalıdır. İndi gəlin, x-in yerə -6-nı yazaq. Bura olacaqmı mənfi? Bura müsbət. Mənfi, mənfi, mənfi. Nəticə nə olur burada? Müsbət olur. Amma əslində nə olmalıydı? Mənfi. Deməli, a mənfiymiş. Yəni, bizim əslində fx funksiyamız bərabərdir mənfi, qarşıda bir mənfi, x plus 5, x plus 1-in kvadratı, x minus 3, x minus 6, x minus 8. Baxın, o qarşıdakı işarəni bu şəkildə təyin edə bilərsiniz. -1 yazdım mən. -3 yaza bilərəmmi? Yaza bilərsiniz. -7 yaza bilərəmmi? Bəli. Əsas odur ki, işarə mənfi olsun. Onsuz onun -3 mi oldu, yoxsa -5 mi oldu, onun bərabərsizliyin həllinə bir təsir olmayacaq. Əsas odur ki, işarə mənfi olsun. Və artıq bərabərsizlikdə yazıram yerinə. Deməli olacaq, fx-in yerinə, bax, yuxarıda yazdığım tənliyi yazıram. X plus 5, x plus 1-in kvadratı, x minus 3, x minus 6, x minus 8. Aşağıda isə x minus 6 və x minus 3. Böyük bərabərdir 0-dan. Deməli, burada müəllimlər, baxın, x-i 6-dan fərqli götürürəm. X minus 6-ları ixtisar aparıram. Daha sonra bərabərsizliyin hər tərəfini -1-ə vursam, x plus 5, x plus 1-in kvadratı, x minus 3, x minus 8, aşağıda isə olacaq x plus 3, kiçik bərabər 0-dan. Və bunu biz intervallar üsulu ilə həll edək.
Surəti 1-1-0-a bərabər götürsəm nə alacağam orada? Deməli, -5 var, -1 var, 3, 8, -3. Yəni, -5, -1, daha sonra 3, sonra 6 olmalıdır burada. Bir də 8. Başqa nəsə qaldı mı? -5. -5 yazmışam. -1, sonra -3 qalıb. Bir dəqiqə. -3 olsun bu. -3, -1, daha sonra -3, 6 və 8. Belə bir aralıq qururuq. Məsələn, artıq hər aralıqdan bir sınaq nöqtəsi götürək. Məsələn, -6 götürsəm, mənfi, müsbət, mənfi, mənfi, mənfi. Nəticə nə olacaq? Müsbət olacaq. -5-i biz buradan almışıq. Qüvvəti tək olduğuna görə işarə dəyişir. Mənfi. -3-ü buradan almışıq. Qüvvət tək işarə dəyişir. -1-i buradan aldığımıza görə işarəni sabit saxlayır. Daha sonra 3-6 aralığından 4-ü götürürəm. Yəni 3'ü biz haradan almışıq? Buradan. Qüvvət tək olduğuna görə işarəni dəyişir. Daha sonra 6, məsələn, buradan bir ədəd götürsə, müsbət, 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 burada müsbət olacaq, işarə dəyişir. Və 9'u götürsəm, yəni 8'i buradan almışıq, qüvvət tək olduğuna görə işarə dəyişirmi? Dəyişmir. Burada işarə mənfi olmalıdır. 7 götürəndə məsələn, 7'ni götürəndə burada müsbət, 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 mənfi. Bura mənfi olmalıydı. 8'de işarə dəyişir, olur müsbət. Artıq müəllimlər bizim bərabərsizliyimizin həlli 0-dan kiçik bərabər olduğunu soruşur. Demək, -5'dən -3'ə birləşir. Məsələn, -3 daxil deyil. Amma 3 daxil ola bilər. 3'dən 6'ya, 6 da daxil deyil. Birləşir 6'dan 8'ə. Natural həllər 3, 4, 5, 7, 8. 5 dənə natural həlli var. Yəni, cavab olacaq A variantı. Müəllimlər, indi isə deməli, tənliyi qurmadan yazmaq istəyirəm. Məsələn, bu bərabərsizlikdə f(x)i 0-a bərabər götürsək, belə yuxarıdan yazım. f(x)i 0-a bərabər götürsəm, alacam ki, x bərabər -5, -1, 3, 6 və 8. Məxrəci 0-dan fərqli götürsək, yəni x 6-dan fərqli olmalıdır. Bir də -3-dən də fərqli olmalıdır. Və ədəd oxunda artıq bunları qeyd edirik. Deməli, -5, daha sonra -3, -1, 3, 6 və 8. İndi baxaq. Məsələn, burada müəllimlər, -5'dən kiçik bir ədəd götürək. Məsələn, -6. -6'da f(x) funksiyası nədir? Bax, x -6 olduğu halda, bax, x -6 olduqda funksiyanın qrafiki aşağıda yerləşir. Yəni, f(x) funksiyasının qrafiki aşağıda yerləşdiyinə görə deməli mənfidir. Ümumiyyətlə, qrafik hansı aralıqda absis oxundan yuxarıdadırsa, funksiya müsbətdir. Absis oxun üzərində olduğu halda 0'dır. Aşağıda olanda isə mənfidir. Məsələn, x -6 olduqda qrafik absis oxundan aşağı düşdüyünə görə demək f(x) mənfidir. Bu da mənfidir, bu da mənfi. Nəticə olacaq bura mənfi. Daha sonra burada müəllimlər, -5'dəki qüvvət tək olduğuna görə, yəni çünki x oxunu kəsir. Yəni x plus 5'in qüvvətinin tək olduğuna görə işarə dəyişəcək burada. Bura müsbət olmalıdır. Lap həmin aralıqdan bir sınaq nöqtəsi götürüb də yoxlaya bilərsiniz. Lap tutaq ki, -4'ü götürürəm. X -4 olduqda f(x) funksiyası müsbətdir. Baxın, f(x) funksiyası müsbətdir. Bura mənfi, bura mənfi. Nəticə müsbət olacaq. Məsələn, -3, -1 aralığında. Yenə, burada müəllimlər, -3'də də işarə əksinə dəyişəcək. Çünki qüvvəti təkdir. Yenə deyirəm, istəsəz yenə də həmin aralıqdan sınaq nöqtəsi götürüb yoxlaya bilərsiniz. Məsələn, -2'ni götürürəm. X -2 olduqda f(x) funksiyası müsbət olur. Bura mənfi olur, bura müsbət olur. Nəticə mənfi olacaq. Məsələn, 0'ı götürsəm, x 0 olduqda funksiya müsbətdir. Mənfi, bu da müsbət. Burada mənfi olacaq.
Daha sonra məsələn 4 götürsəm, x4 olduqda, baxın 4 buralardadır. Funksiya qrafik absisondan aşağıda yerləşdiyinə görə funksiyamız mənfi, bura mənfi, bura müsbət. Nəticə müsbət olacaq. 7 götürsək, x7 olduqda funksiyamız müsbətdir. Bura müsbət, müsbət, müsbət. Bura müsbət olur. Və 9 götürsəm, x9 olduqda, yəni 9 buralarda bir yer, x9 olduqda fx funksiyasının qrafiki absisondan aşağı düşdüyünə görə mənfi, yəni f mənfi, müsbət, müsbət. Nəticə mənfi. Və burada müəllimlər, bizdən sıfırdan böyük bərabər olan hissəni soruşursa, götürürəm mənfi 5-dən mənfi 3-ə qədər, mənfi 3 daxil ola bilməz. Birləşir 3-dən 6-ya qədər, 6 da daxil ola bilməz. Çünki məxrəc sıfıra gedir. Və birləşir 6-dan da 8-ə qədər. 8 daxil ola bilər. Belə, burada yerləşən tam ədədlər 3, 4, natural ədədlər 3, 4, 5, 7, 8. Yəni 5 dənə. Bu sualı bu şəkildə də yaza bilərsiniz.